Çevrə üzərində verilmiş 8 nöqtədən bir təpəsi çevrənin mərkəzində olmaqla neçə üçbucaq qurmaq olar? Deməli, baxın, mərkəz, bir nöqtəsi mərkəzdə olacaq, bir təpə nöqtəsi. Və 8 dənə nöqtə var. 1, 2, deyək ki, 3, 4, 5, 6, 7, 8. Bir təpəsi məlumdur. Bizə digər təpələrindən, yəni digər nöqtələrdən 2 nöqtə seçmək lazımdır. Məsələn, AB. Məsələn, AB o üçbucağı bəs eləyir də bizə. Deməli, digər 8 nöqtədən 2-2 qruplaşdırmalıyıq. Bu da kombinasyon 8 əsasdan 2 olacaq. Yəni 8 vur 7 böl 1 vur 2. Bu da eləyir 20, 28 A bəndi. Hansı ifadələrin mənası yoxdur? Deməli, burada kvadrat kök, birinci kök varsa, kökün altı mənfi olmalıdır. Birinci məsələ o. L-in əslində loqaritm E əsasdandır. E-də 2,7 təqribən. Bu 2A kvadrat minimum qiyməti 0. Üstə gəl 7,7. Ən aşağı, ən kiçik qiymətini götürsək, loqaritm, bu da 2,7 əsasdan 7,7. Əsas və loqaritm altı ifadə birdən böyük olduğuna görə müsbətdir. Yəni kökün altı müsbətsə, demək bu mənası var. Bu getdi. İkinci ifadəyə baxırıq. Kökün altı yenə də müsbət olmalıdır. Kök altda loqaritm kosinus 25 dərəcə, tangens 47 dərəcə. Tangens 47 dərəcə birdən böyükdür. Düzdürmü? Çünki tangens 45 bir daxil. Kosinus 25 isə kosinus 25 dərəcə isə birdən kiçikdir və əsas birdən kiçik, loqaritm altı ifadə birdən böyüksə bu nədir? Bu mənfi deməkdir. Ona görə bu ifadənin mənası yoxdur. Çünki kökün altı mənfi eləyəcək. 3-də deməli loqaritm 3 əsasdan sinus 3 radian. 3-ü vururuq 57-yə. Böyəcə loqaritm 3 əsasdan sinus 171. 171 ikinci rübdə. İkinci rübdə sinus müsbətdir. Müsbətsə problem yoxdur. Loqaritm altı ifadə mənası var. Dördüncü ifadəyə baxırıq. Loqaritm 10 əsasdandır. Demək, mənfi x kvadrat üstəgəl kosinus 2 də yenə bunu çevirir. 2-ni 57-yə vursaq neçə eləyəcək? Deməli, 114 dərəcə. İkinci rübdə kosinus mənfidir. X kvadrat həmişə müsbətdir, qarşısında mənfi var, həmişə mənfidir. Yəni bu ifadə həmişə mənfidir. Mənfi olduğuna görə loqaritm altı ifadə təbii ki, mənfi olmaz. Ona görə də bunun mənası. Deməli, tərəfi 4 olan düzgün 6 bucaqlı. Və böyük diaqonal. Böyük diaqonal ətrafında fırlanmasından alınan fiqurun səthinin sahəsi. Şimdi burada fırlanarkən deməli burada nə əmələ gəlir? 2 dənə konus burada. Kiçik diaqonal ətrafında 2 dənə konus və beləliklə burada 2 dənə konus, bir də ortada görürsünüz silindr əmələ gəlir. Silindr əmələ gəlir. Ona görə bu 4'dür bu heç. Tərəf 4'dür. Deməli bizə lazımdır konus, bir də silindrin səthinin sahəsi. İndi konusun hündürlüyü və radiusu lazımdır bizim üçün. Deməli bu kiçik diaqonal 4 kök altda 3'dür. Yarısı deyəcək 2 kök altda 3. Radiusu tapdıq 2 kök altda 3. Sonra hündürlük deməli hipotenuz 4'dür, bu 2 kök 4'dür. Deməli bu 2'dir. Onda bu da 2 olacaq. Böyük diaqonalda 2A olduğundan 8. Deməli ortada olacaq 4. Deməli silindrin hündürlüyünü tapdıq, konusun hündürlüyünü tapdıq və s. İndi biz hesablamaya keçirik. Konusun səthi, yan səthi. PRL 2 dənə olduğuna görə 2'yə vuracağım. PRL-dir düsturu. 2pi vurulsun R 2 kök altda 3, L-də yəni 4. Bu da eləyir 16 kök altda 3 pi.
Sonra konusun yan səthi, silindrin yan səthi 2πrh-dır. Bərabərdir 2πr eynidir. 2 kök altda 3'dür. H da 4'dür. Bu da 16 kök altda 3π. Bunların cəmi edəcək 32 kök altda 3π. Yəni C bənd. Burada Z kompleksədədir, verilibdir. Aparıb yerinə yazırıq. Z üstü xətt qoşma deməkdir. Deməli Z üstü xətt olacaq x çıx y. Yerinə yazırıq. 2 plus i vurulsun x çıx y bərabərdir 3,5 çıxılsın 2. İndi bunu vurub sadələşdiririk. 2x çıx 2y üstəgəl ix çıx i kvadrat y bərabərdir 3,5 çıxılsın 2i. I kvadrat -1'dir. Bunu sadələşdirə biliriz. -1 olsa bu müsbət y eləyəcək. Yəni 2x üstəgəl y bu həqiqi hissəsi. Xəyali hissəsi i-ni mötərizə xaricinə çıxarsaq x çıx 2y olacaq. I bərabərdir 3,5 çıxılsın 2i. Kompleksdə bərabər olmaq üçün həqiqi hissələr bərabər olmalıdır. Yəni 2x üstəgəl y bərabərdir 3,5. Xəyali hissələrin əmsalları, yəni x çıx 2y bərabərdir -2. Bunu həll edirik. Deməli, bunu 2'yə vurub toplaya bilərik. Yox, yuxarıdakı vuraq da. 2. Deməli, 4x üstəgəl 2y bərabərdir 7. X çıx 2y bərabərdir -2. Alt-alta toplasaq 5x bərabərdir 5, x bərabərdir 1. X-i 1 tapdıq, aparıb yerinə qoyub y tapa bilərik. Deməli, 2 üstəgəl y bərabərdir 3,5. Bunda y bərabərdir 1,5. Bu x, bu da y. Zaten bizdən nə soruşur? Həqiqi hissəsi ilə xəyali hissə əmsalının cəmi. Yəni 1 üstəgəl 1,5 bərabərdir 2,5. Müstəvi xaricdən M nöqtəsindən müstəviyə uzunluqları deməli bu müstəvi olsun. M nöqtəsindən MB və MC. İki mail MB, MC. Biri bu hissə olsun. Bu MB olsun. Bu 5, bu da 7. Maillərin B və C oturacaqları isə məsafə 6'dır. Bura 6'dır. Bu hündürlük. Məsafə. Tamam. M nöqtəsindən BC düz xəttinə qədər məsafə. Deməli, buradan M-dən bura qədər məsafə soruşur. Bu elə bil ki, baxın, şəkili qurandan sonra aydın görsənir ki, burada 7, 5, 6 olan bir üçbucaqdır. Onun hündürlüyünü tapmaq lazımdır. Əvvəlcə sahə axtaracağıq. Heron düzlüyündən yarım perimetr tapaq. 7, 5, 6, bölünsün 2, 9. Sonra S bərabərdir. Kök altda 9 vurulsun. 9 çıx 7, 2, 9 çıx 5, 4, 9 çıx 6, 3. Bərabərdir. Deməli, 3, 2, kök altda 6, 6, kök altda 6. Sonra sahənin bilirik ki, 2'də 1 AH düsturu var. 2'də 1 6 vur. H bərabərdir 6 kök altda 6. H bərabərdir 2 kök altda 6. Yəni ABC düzbucaqlı üçgəndə AB hipotenuzu 6'dır. Bir dənə düzbucaqlı üçgən çəkirik. Hipotenuz 6'dır. AB hipotenuzdur. Bu da C. AB, AC, BC, BA sırası cəmini tapın. Skaler arasının üstündən istifadə edəcək. AB vurulsun AC nədir? AB'nin uzunluğu. Vurulsun AC'nin uzunluğu. Vurulsun kosinus. Belə deyək, baxın. Bu AB vektoru. Bu da AC vektoru. Bu da aralarındakımıza biz alfa deyəcəm. Alfa. Üstə gəlir. Sonra BC'nin uzunluğu. Vurulsun BA'nın uzunluğu. Vurulsun olan arasındakı bucağın BC, BA. Şimdi mən bunu başqa rəng edeyim. Bu BA'dır, bu da BC'dir. Bunlar arasındakı bucaqda məsələn beta deyirəm. Demək, bu da elədir kosinus beta. Üstə gəl. CA, CB. Baxın, CA vektor ilə CB perpendikulyardır. Ona görə onun skaler arası 0'dır. Bərabərdir. Deməli, AB
vurulsun AC vurulsun. Kosinüs alfa nədir? Bitişik katetin hipotenuzu. Yəni AC vektorun uzunluğu bölünsün nə? 6. Ya da AB deyək. AB. Bitişik katet bölünsün hipotenüs. Üstə gəl. BC vur BA vurulsun. Kosinüs beta. Bu da bitişik katetin, yəni BC'nin BA-ya nisbəti, hipotenuza nisbəti bərabərdir. Burada AB-lər ixtisar gedir, qalır AC-nin kvadratı. Burada BA-lar ixtisar gedir, qalır BC-nin kvadratı. Bu da Pifaqor teoremidir. Deməli, nəyin kvadratı olacaq? AB-nin kvadratı olacaq. Uzunluğunun kvadratı, o da 6-nın kvadratı, o da 36. Yəni AB. Deməli, nə edirəm? Bunun hər tərəfini 4-ə vururam, bunun hər tərəfini 2-yə vururam və alt-alta yazacağam indi. Deməli, 3-də 2, 5-də 2, 7-də 2, 9-da 2. Bərabərdir 2A. Bu birini də 4-ə vururam, eləyir 3-də 1, 20-də, yəni vurdum 4-ə, 5-də 3, 7-də 5, 9-da 7 bərabər 4x. Və sağım elə sadə alınır, baxın, toplayanda 1, 1, 1, 1. Hamısı 1 elədi. 2A üstəgəl 4x. Bizə də burada x lazımdır. 4 bərabərdir 2A üstəgəl 4x. 4x bərabər 4 çıx 2A. X bərabərdir 4 çıx 2A bölünsün 4. Bunu da ayırsaq 1 minus A bölünsün 2 eləyəcək də. Hə, A bölünsün 2. Yəni D bəndi. İfadəsinin ən böyük qiymət almaq üçün bu ən kiçik olmalı. Yəni çıxılan daha kiçik olmalıdır. Modulun ən kiçik qiyməti də 0-dır. Yəni B çıx 2 bərabər 0, B bərabərdir 2-yə. Bərabərdir 2-yə. Deməli, A üstəgəl 4 çıx 0 bərabərdir 6-ya. Buradan da A bərabərdir 2-yə. B də 2-dir, A da 2-dir. Toplayanda da eləcək. Ardıcılın ən kiçik həddini tapın. Bunu biraz vurğularına ayıraq. Baxın. N kvadrat çıxılsın 12N üstəgəl 36 36 çıx 9. Yəni bu 27-ni belə parçalaya bilərəm. Bu da belə verəcək. N çıx 6-nın kvadratı çıxılsın 9. Ən kiçik həddi. Ən kiçik hədd üçün biz indi N-ə elə bir ədəd verməliyik ki, ən kiçik olsun. Təbii ki, burada N-ə 6 verə bilərik. Yəni 6 ola bilər, çünki N nömrə olduğuna görə. 6 çıx 6-nın kvadratı çıx 9 bərabərdir -9. Deməli, ən kiçik həddi -9. Təbii ki, 3 ədəd seçiriksə P bərabərdir. Ümumi halda 3 dənə ədəd seçirəm. 3 ədəd seçirik. Neçə ədəd var burada? 9 dənə. Demək, konversion 9-dan 3 olacaq. Hər üçü tək olsun. Tək də 1, 2, 3, 4, 5 dənədir. 5-dən 3 olacaq. O1-in koordinatlarını necə tapırıq? A verilib, B verilib. Orta nöqtənin koordinatlarını tapıram. O1. -2 üstəgəl 6, 4, yarısı 2. 3 üstəgəl -5, -2, yarısı -1. Deməli, O1-in koordinatı budur. İndi C-nin koordinatı verib 3, 5. D-nin koordinatlarını istəyir, x, y. Yenə də bu CD üçün də orta nöqtədir də. Yəni, x üstəgəl 3 bölünsün 2 bərabərdir 2. Y üstəgəl 5 bölünsün 2 bərabərdir -1-ə. Buradan x 1-dir. Buradan y üstəgəl 5 bərabərdir -2. Y bərabərdir -7-dir. 1, -7. BAD-ni soruşur, alfa deyək buna. Buradan deməli nə edirik? Bir dənə median çəkirəm, bax buradan. Median hipotenuzun yarısı, yəni bu A olur və onu yarıya bölür. A. Onda bu da olur 20 dərəcə. Bu 20 isə bu da 40 olur. Və burada fikir verin, baxın, fikir verin. Bu AB ilə çəkdiyim median bərabər olur. Deməli, bərabər yanlıdır. Onda bu da 40 dərəcə olacaq. Hündürlük eynidir. Yəni, burada parallelogram üçün də hündürlüyü h-dır. Trapesiyanın sahəsi 2K üstəgəl 3K bölünsün 2 vurulsun h bərabərdir 40. Deməli, 5K bölünsün 5K vurulsun h bərabər 80 deyək. H bərabərdir KH deyək. KH bərabərdir 16.
Paralelogramın sahəsi də olacaq 3K vur H. S paralelogramda olacaq. Deməli 3K vurulsun H. Yəni 3 vurulsun 16, o da bərabərdir 48-ə.